Tibb işi var yoldaşlar. Mən sizə tibb işindən bəhs etmək istəyirəm. Burada söhbət həkimlikdən getmir. Ona qalsa həkim işləri var. Misal üçün, əzbərdən sizə bir ikisini deyə bilərəm. Misal üçün, Azərsu'da olmalıdır bir neçə. Azərsu'da yox. Azərsu'da həkimdir, amma bir neçə variantda həkim səfərbərlik və hərbi xidmətə çağırılış xidmətində olmalıdır. Amma mən sizə bu videoda onlardan bəhs etmirəm. Tibb bacısı vəzifəsindən bəhs edirəm. 700 manatlıq 2 gün iş, 2 gün ev olmaqla 9-dan 9-a olan, Derek Kane klinikdə olan bir işdən bəhs etmək istəyirəm. Ən azı 2 il iş stajınız olmalıdır. 22 yaşdan yuxarı olmalısınız və sertifikasiyanız olmalıdır mütləq şəkildə. Ya ali və yaxud da kollec təhsiliniz olmalıdır və rus dilini bilməlisiniz. Bu bir variantdır. Bundan əlavə yoldaşlar, mən sizə stomatoloq köməkçi işindən də bəhs eləyə bilərəm ki, 300 manatlıqdır. Amma yenə də tibb kolleci məzun olmalısınız. Nəsim metros tərəfdədir. 6 saatlıq bir işdir. 6 aylıq iş təcrübəniz olmalıdır stomatoloq yanında. Bundan əlavə bənzəri bir iş yenə də 500 manatlıqdır. Stomatoloji klinikadadır. Amma bu da 18-30-dur. Burada da yəni diplomlu tibb bacısı işi axtarılır. Yəni dövlət kolleci diplom olmalıdır. Yəni kurs keçərli deyil. Nərmanov tərəfdədir. 500 manatdan yuxarı qazana bilərsiniz burada da. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmacı səsini çəkirsə, Novalı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Siz bu videonu harada görürsünüz? YouTube-da mı görürsünüz? YouTube-da görürsünüzsə əlaqə vasitəsi videonun adında qeyd olunubdur. Yox, əgər siz bu videonu TikTok-da görürsünüzsə, o zaman bu videonun adının altında Toğrul Əcəb sözü yazılıbdır. O sözə toxunaraq Toğrul Əcəbin TikTok kanalına daxil ola bilərsiniz. TikTok kanalına daxil olduqdan sonra da diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.